Bakı Efsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, General Cəbrayıl Usubovun oğlu Fərid Usubov və digər şəxslərin qəfil həbsi ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib. Bölgə TV xəbər verir ki, Qafqaz Info cinayət hadisəsinin ictimaiyyətdə maraq doğuran səbəblərini öyrənə bilib. Əldə etdiyimiz məlumata görə, cinayət işlərinin başlamasına əsas Xəzər rayonu Türkan qəsəbəsində yerləşən ərazidə şübhəli hərəkətlər barədə Dövlət Gömrük Komitəsinə daxil olmuş əməliyyat məlumatları olub. Məlumatla əlaqədar keçirilən əməliyyat zamanı deyilən ünvanda bir neçə yük avtomobilində 1.700.000 manatdan artıq qiyməti olan 962.098 qutu aksiz markası olmayan tütün məlumatları aşkar edilib. Bundan xəbər tutan qaçaqmalçı dəstə üzvləri aşkar olunmayan digər 2 konteynerdəki 3 milyon manatdan çox dəyərində siqareti ölkədən təcili çıxarmağa cəhd ediblər. Onların bu planı isə Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının bir neçə əməkdaşının köməyi ilə reallaşıb. Tütün mafiyası dəniz yolu ilə gətirdikləri qaçaqmalı eyni qaydada geri qaytara bilib. Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının bir sıra əməkdaşının qanunsuzluğu nəticəsində 5 milyon qaçaqmalçılıq gömrük sistemində geniş rezonans doğurub. Elə bir neçə gün əvvəl limanın tabe olduğu Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi General-Mayor Həsən Eyübov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində başlanmış cinayət işi materialları sonradan Baş Prokuror yanında korrupsiyaya qarşı mübarizənin baş idarəsinə göndərilib. İstintaqla müəyyən edilib ki, mütəşəkkil dəstə halında birləşən şəxslər bütün məlumatlarını Birləşmiş Ərəb Əmirliklərindəki şirkətlərin birindən alıblar. Yüklər əvvəlcə İrana, oradan isə gəmi ilə Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanına gətirilib. Qaçaqmal Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanına çatana qədər artıq buradakı plan hazır olub. Razılaşmaya əsasən həmin vaxt limanda növbədə olan vəzifəli gömrükçülər öz qulluq mövqelərindən istifadə edərək siqaretlərin bəyan edilmədən ölkəyə keçirilməsinə şərait yaradıblar. Yük dolu konteynerlər heç bir yoxlama olmadan liman ərazisindən çıxarılıb. Sərbəst şəkildə Türkan qəsəbəsində mütəşəkkil dəstənin icarəyə götürdüyü sahəyə aparılıb. Sözü gedən cinayət hadisəsi ilə bağlı Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resurslarının Baş Gömrük İdarəsinin liman məntəqəsinin rəisi Fərid Usubovdan əlavə cinayətin törədilməsinə şərait yaratmaqda şübhəli bilinən Heydər Eyvazov, Fariz Məhərrəmov, Rövşən Tarverdiyev, Firuz Əliyev də Zaur Haşimov və Fərrux Haqverdiyev də həbs edilib. 2 nəfər isə axtarışa verilib. Hazırda cinayət işində iştirakçıları şübhə doğuran digərlərinin şəxsiyyətinin müəyyən edilməsi üçün prokurorluqda araşdırma gedir. Dilbər Vüqar qızı, Bölgə TV.